Hər kəsin xarakterində çatışmayan və daha bəyənilən, qabardılan, ön plana çıxarılan xüsusiyyətlər var. Hansı ki, əslində sənin daimi mühitində belə onların üzə vurulması, mənfilər kimi ön plana çıxarılması və bir növ dırnaq içində tənbih edilmən, yenidən tərbiyə heç kim eləmirlər. Ancaq özü-özünə eləyə bilər. Yenidən tərbiyə deyəndə yəqin ki, ağla ya da düşən yeniyetməlik yaşı olur da və ya adətən dırnaq içində ögey valideynlər sanki başqasının övladına sən yetərincə analıq və ya atalıq eləyə bilmirsən, xüsusən atalarda olur bu. İndi mən varam, mən sənə daha yaxşı münasibət göstərərəm, neyərəm. Adətən o məsələ deyəndə o mənim ağlıma gəlir ki, kimsə həyatını yenidən qurur, ikinci evlilikdə falan və ya nə bilim hansısa bir neçənci evlilikdə o qədər adam var ki, həyatında birdən daha çox evlilik olur. Və buna da normal baxılır ki, yəni bir dəfə alınmadı bir kimsə ilə, o demək deyil ki, ikinci evliliyə məhkum olmalısan. Çox zaman deyirlər ki, kişilər ikinci evliliyə məcburi dözür. Yəni o daha pis olsa, nə olsa da artıq üzərindəki ad deyilməsin ki, hə biri ilə yola getmədin, ikinci ilə yola getmədin və bunu bəlli bir mühitlərdə məsləhət olaraq görürlər ki, necə deyirlər, təhsildə ara vermə, bu pilləni bitirdinsə növbəti pilləyə keç. Şəxsi həyatı qurarsan da nə vaxtsa, xüsusən qadınlara da valideyni ilə bağlı zamanı 80%-ni enerji, efor, hər şeyini alır deyənə o mənada deyilir ki, bizə elə deyilmişdi də, yəni filan təhsil pilləsini bitirdin, digərinə get, biliklər uçmamış, dağılmamış, sən başqa şeylərə yönəlməmiş. Bəziləri də vardı ki, işə başlamışdı, daha sonra magistr oxuyurdu və s. Hər nəysə, indi burada da yəni deyilməsin ki, bizə deyəndə adətən ali təhsil aldığın zaman bu müzakirələr hər daim olur, bilməm başqa yerdə necədir. Fakt belə idi. Əslində bu mövzuların müzakirə edilməsi belə absurddur. Hər adam mövzuya başlayanda bildirir ki, bu mövzu absurddur. Filanıncı ildə yaşayırıq və bu mövzu müzakirə olması absurddur, amma nə yazıq ki, biz məcburuq bu mövzu müzakirə eləmək ki, zibil qutusuna atmaq lazımdır, yerə tüpürmək lazım deyil kimi məsələlər. İndi burada da deyilirdi ki, məsələn, ailə nəzarəti altında biri ilə tanış olarsan, ikisi ilə alınmayanda artıq səndə sorun görüləcək ki, nə oldu, heç kimlə alınmır, yəni. Bu mövzunu da keçdim, nəysə, önəmli olan şəxsi həyatla bağlı bir şey deyil. Biz əslində başqa şeydən danışırdıq, bura yönəldik.